Avtobusları yollarda görməyə adət etdiyimiz köhnə avtobuslardan fərqləndirən təkcə rəngi deyil. Bu nəqliyyat vasitələri elektrik enerjisi və ya sıxılmış təbii qazla çalışır. Yəni əsl təbiət dostudur. İlin əvvəlindən bugünədək Bakıya 50-yə yaxın, ölkənin digər şəhərlərinə isə 85 ədəd belə komfortlu, təbiət dostu avtobuslar gətirilib. Avqust-sentyabr aylarında da bu nəqliyyat vasitələrinin sayının artırılmağı nəzərdə tutulur. Belə ki, 200 daha belə nəqliyyat vasitəsi gətiriləcək və istismara buraxılacaq. Benzin və dizellə işləyən avtobuslardan fərqli olaraq emissiyası sıfır olan elektrik mühərrikli avtobuslar havanı çirkləndirmir. Eyni zamanda səs-küy yaratmayan bu ictimai nəqliyyat vasitələri şəhər səviyyəsində daha sakit və komfortlu nəqliyyat təcrübəsi təqdim edir. Bu istiqamətdə ölkəmizdə yerli istehsal imkanlarının yaradılması da nəzərdə tutulur. İqtisadiyyat Nazirliyinin məlumatına görə elektrikli avtobusların istehsalı üzrə yeni zavodun 2025-ci ildə fəaliyyətə başlaması planlaşdırılır. Müəssisənin illik istehsal gücü 500 avtobus olacaq ki, bu da nəqliyyat sektorunda yerli məhsulların payını artıracaq. O ki qaldı sıxılmış təbii qazla işləyən müasir avtobuslara, onlar Avro 6 ekoloji standartlarına cavab verir. Bu avtobuslar havanı daha az çirkləndirməklə yanaşı xərclərə qənaət imkanı və yüksək sərnişin tutumu ilə də fərqlənir. Müxtəlif modellər 85 nəfərdən 138 nəfərə qədər sərnişin daşıma gücünə malikdir. Ən mühüm üstünlüklərdən biri isə elektrik enerjisi ilə işləyən nəqliyyatın yanacaq xərclərinə qənaət etməsidir. Ekspertlər bildirir ki, benzinlə qət edilən məsafə ilə müqayisədə elektriklə qət edilən məsafənin dəyəri əhəmiyyətli dərəcədə aşağıdır. Ekoavtobusların daha az hərəkət hissəsinə malik olması onların istismar və texniki xidmət xərclərini də minimuma endirir. Bir çox ölkələrdə, xüsusən paytaxt şəhərlərində bu metoddan istifadə olunur. Çünki avtobuslar intensiv hərəkətdədir. Yəni onların gündəlik 10, 12, bəzən 20 dövrəyə vurması, hətta belə deyək də, yəni bir 500 kilometr məsafə qət etməsi kimi bir ağır proses var. Və bunu təsəvvür edin benzinlə və ya da dizellə həyata keçirəndə görün ətraf mühitə nə qədər zəhərli maddələr atılır. Bunlar ekoloji cəhətdən təmiz nəqliyyat növləridir, daha təhlükəsizdir və hesab edirəm ki, bu istiqamətdə sahibkarların geniş imkanlar əldə etməsi üçün müəyyən dəstəyə ehtiyac var ki, daha çox həmin tipli nəqliyyat vasitələri gətirsinlər. Hazırda paytaxt yollarında istismarda olan 2 və ya 3 qapılı avtobus modelləri fərqli uzunluq və oturacaq sayılarının çoxluğuna görə istənilən ehtiyaca cavab verir. Yeni texnologiyalara əsaslanan bu nəqliyyat vasitələrinin şəhər infrastrukturuna inteqrasiyası həm sərnişin məmnunluğunu artırır, həm də daha yaşıl və davamlı şəhər mühiti formalaşdırır. Qeyd edək ki, hazırda Bakıda müntəzəm marşrut xəttində rekord sayda 2200-dən çox avtobus istismarı olunur. Zeynəb Rövşən qızı, Elxan Hüseynov, Real.